adalardır. Adaları mən sizə xəritədə göstərəcəm. Hansı adada, hansı ölkələrin yerləşməsində hamısını deyəcəm. Birinci başlayırıq Yeni Gvineya adasından. Yeni Gvineya adası, tamam. Yeni Gvineya adası burada yerləşir. Yeni Gvineya adasında yerləşir İndoneziya ilə Papua Yeni Gvineya. Qərb hissədə İndoneziyadır, şərq hissədə Papua Yeni Gvineyadır. İkinci Kalimantan adasından söhbət gedir. Kalimantan adasında 3 dənə ölkə yerləşir. İndoneziya, Malayziya, Brunei. Brunei yalnız Malayziya ilə həmsərhəddir. Bunu da yadınızda saxlayın. Aşağı hissədə Timor adası yerləşir bu hissədə. Timor adasında da 2 ölkə yerləşir. Şərq hissəsində İndoneziya, qərb hissəsində isə Şərqi Timor. Yadda saxlayaq bunu da. Gəldik bura İrlandiya adası bu hissə. Yəni buna yazırıq 4. İrlandiya adasında həm İrlandiya yerləşir, həm də İngiltərə yerləşir. Ardıcıllıqla gedək. Burada Falkland adası var. 5. Falkland adası, daha doğrusu Falkland adası düzdür. Falkland adasında da həm Argentinaya aiddir, həm də ki İngiltərəyə aiddir. Bunu da deyək. Sonra Odlu Torpaq adası aşağı hissədə, bu hissədə. Odlu Torpaq adası Argentina ilə Çiliyə aiddir. Yadda saxlayın. Yuxarı hissədə Newfoundland adası var. Bax bu hissədə Newfoundland adası 7-ci adadır. Newfoundland adası aiddir Kanadaya. Sonra burada Spitsbergen adası var. 8 nömrəli. Spitsbergen adası aiddir Norveçə. Sonra Falkland adasını dedik. Zanzibar adaları var bu hissələrdə, bax bu hissədə. Tanzaniyaya aiddir. Burada yazaq 9. Daha sonra Zelandiya adası var bu hissədə. Buraya yazıram 10. Zelandiya adası aiddir Danimarkaya. Danimarkanın paytaxtı Kopenhagen məhz orada yerləşir. Daha sonra Rodos adası var bu hissədə. Xırdalarda qeyd eləmişəm bu hissədə. Buraya yazırıq 11. Rodos adası Yunanistana aiddir. Burada Nikobar və Lakkadiv adaları var. Bura qeyd eləyək neçə? 12. Nikobar və Lakkadiv adaları aiddir Hindistana. Andaman adaları da var orada. Sonra gəldik. Burada Sokotra adası var. Bu ada. Sokotra. Bu aiddir hansı ölkəyə? Yəmənə. Yəməndə budur da. Bu. Sonra bu hissədə Galapagos adası var. 14 nömrəli ada. Tısbaq adaları da deyirlər. Bu ada aiddir Ekvadora. Paytaxtı Quito. Galapagos adaları özdə hansı havaların Nazca ilə Kokosun divergentində yaranmışdı. Sonra bu hissələrdə Havay adaları var. 15. ABŞ-ın 3 əsas hissəsindən biridir. Biri əsas hissə budur. Alyaska budur. Havay adaları da budur. 3 dənə hissəsi var. Yadda saxlayın. ABŞ 3 hissədən ibarətdir. Əsas hissə Alyaska Havay adaları. Yəni Havay adaları ABŞ-a aiddir. Sonra Amazon çayının mənsəbində bir dənə ada var. Marajo adası. Yadda saxlayın. O da aiddir Braziliyaya. Sonra Tasmaniya adasına baxaq. 16-ın yazdıq, 17. Bu ada. Tasmaniya adası birmənalı şəkildə hansı ölkəyə aiddir? Avustraliyaya aiddir. Yava adası, Sumatra adası 18. Bu Yavadır bu. 19. Bu Sumatra adasıdır. Bunlar aiddir İndoneziyaya. Gəldik buradan. Siciliya adası. Bax, diktabanın birinci hissəsi. Oraya yazırıq 20. Təbii ki, aiddir İtaliyaya. Sardiniya adası var burada. Bu hissədə. 21. Bu da aiddir İtaliyaya. Yadınızda saxlayın. Yuxarı hissədə Korska adası var. Bu aiddir Fransaya. Balear adaları var bu hissədə. 24. Bu hissədədir. Balear adaları aiddir İspaniyaya. Burada Kanar adaları var. Bu hissədə. 25 yazaq buna. Aiddir İspaniyaya. Yadda saxlayın. Madeira adası var. Aiddir Portugaliyaya. Bunların hamısını yadınızda saxlayın. Müqəddəs Yelen adası var bu hissələrdə. 27.
Aiddir Britaniyaya. Sonra bunlar elə demək olar ki, əsas adalar idi. Burada Severnaya Zemlya, Novaya Zemlya adaları var. 28, 29. Sonra burada Vrangel adası var, Anju adası var. Bunlar hamısı aiddir Rusiyaya. Başqa adalardan Şirlanka adası da buradadır. Sonra Yapon 4 böyük adadan Hokkaido, Honshu, Shikoku, Kyushu adalardır. Bunlardır. Filippin adaları 2 böyük adadır. Luzon, Mindanao adasıdır. Yeni Zelandiya, Şimal adaları, Cənub adaları. Bunların hamısını yadda saxlamaq vacibdir. Aydın oldu həmkarlar. Sonra gəldi indi nəyə? Yarımadalara. Yarımada hər tərəfdən su ilə əhatə olunan adı idisə, 3 tərəfdən su ilə əhatə olunan yarımadadır. Məsələn, Pirney yarımadası. Bir dəqiqə, Pirney yarımadası. Belə görək, çox böyük oldu ya bu ucu. Bir dəqiqə, zəhmət olmasa. Pirney yarımadası buradadır. Pirney yarımadasında bilirik ki, 2 ölkə yerləşir. İspaniya, Portuqaliya, bir də Fransa ilə sərhəddə Andorra yerləşir. Bu, Balkan yarımadasıdır. 2. Balkan yarımadasında Yunanistandır, Albaniyadır, Makedoniyadır, Sloveniyadır, Xorvatiyadır, Bosniya-Hersegovinadır, Serbiyadır. Yugoslaviyanın tərkibində olan ölkələr. 3. Apenin yarımadasıdır. Apenin yarımadasında İtaliyadır, Cırtdan dövlətlərdən San Marino'dur, Vatikandır. 4. Skandinaviya yarımadasıdır. Norveçdir, İsveçdir. Finlandiyanı buraya əlavə eləmirlər. Finlandiya buraya əlavə olunanda adlanır Fennoskandiya. 5. Burada Jutlandiya yarımadasıdır. Şimalında, yadınızda saxlayın, Danimarka, cənubunda Almaniya yerləşir. Sonra gəldik buradan. Hind-Çin yarımadasıdır. 6. Hind-Çin yarımadasında da Vietnamdır, Kambocadır, materik daxili ölkə olan Laosdur, Taylanddır, Myanmadır, bu kimi ölkələr yerləşir. Gəldik Ərəbistan yarımadası 7. Ərəbistan yarımadasında Saudiya Ərəbistandır, Omandır, Yəməndir, Birləşmiş Ərəb Əmirliklərdir, Qətərdir, bu kimi ölkələr yerləşir. Küveytdir, Yordaniyadır, Bəhreyndir. Bəhreyn əslində körpü vasitəsilə burada birləşir buna. Sonra Koreya yarımadasıdır, şimalında Şimali Koreya paytaxtı Pxenyan, cənubunda Cənubi Koreya paytaxtı Seul. Misirin ərazisinin yerləşdiyi Sinay yarımadasıdır. Yadda saxlayın bunda. Sonra burada Somali yarımadası var. Somali yarımadasında yerləşir Somali, Efiopiya, Eritreya, Cibuti kimi ölkələr yerləşir. Sonra burada Bretan yarımadası var. Bretan yarımadası Fransanın ərazisinə düşür. Sonra burada Kaliforniya yarımadası var. Kaliforniya ştatı ABŞ aiddirsə, Kaliforniya yarımadası təbii ki, Meksikanındır. Sonra burada Labrador yarımadası var. Labrador yarımadası Kanadaya aiddir. Sonra burada Yucatan yarımadası var. Yucatan yarımadasında yerləşəcək Meksika, Beliz və Guatemala. Sonra bir də Malakka yarımadasıdır ki, Malakka yarımadasında da yerləşir Tayland, Myanma. Aydındır, bir də Malayziya. Bu da bizim əsas yarımadalarımızdır. Sonra burada Kola yarımadası var Rusiyanın arasında. Burada Taymir yarımadası var, Yamaldır, Qıdandır. Sonra burada hansı yarımada idi? Kamçatka yarımadası idi. Sonra burada Cape York yarımadası var, Anne-Hamland yarımadası var. Sonra burada Çikot yarımadası var, bunu yadınızda saxlayın. Sonra burada Şimali Amerikanın uzaq şimal nöqtəsi yerləşən Butiya yarımadasıdır. Sonra burada Valdes yarımadası var. Sonra burada Alyaska yarımadası var. Bunların hamısını yadda saxlamaq lazımdır. Sonra burada Kiçik Asiya yarımadası var. Türkiyənin ərazisi yerləşir. Ölkəmizin ərazisində Abşeron yarımadası var. Bu hissədə Hindistan yarımadası var. Bunlar bizim əsas yarımadalarımızdır. Bu qədər.